tanış oldum. Vaxtilə burada universal dekorasiyalar var idi. Hardasa bir 8 veriliş hazırlanmışdı. Canlı efirlər. Biz 50 nəfərlə başlamışdıq işə. 2009-cu ildə. Martın 2-sində açılış oldu. Mayın 28-də mən gəldim tanış olmağa. İyun ayından da köçüb gəlmişdim burada. Ailə ilə gəlmişdim. Biz başlayanda yavaş-yavaş böyüdük. 60 nəfər, 70 nəfər, 80, 90, 120 nəfərə çatdıq. Səhət Universitetinin bir neçə fakültəsindən burada əməkdaşlar iştirak eləyir. Biz onları salamlayırıq, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirik. Və hər birimizi Yevlax şəhərində görməyimizə çox şadıq. Və məhz bura gəldiyimiz üçün dəvətimizi qəbul elədi ki, mən də gedib gəzmək istəyirəm, görmək istəyirəm. Biz təşəkkür edirik sizə. Mən də belə şey təqdim edirəm. Mənim üçün çox xoşdur ki, mən yaxın 2 il ərzində doğma universitetində müəllim kimi, öz müəllimlərimlə bərabər çiyin-çiyinə pedaqoji işlər məşğulam. Mənim üçün çox maraqlıdır və bu illərdə mənim yenilənməyimə vəsilə olub bu iş. Nə gözəl. Gənclərlə işləmək, tələbələrlə. Və bir neçə təşəbbüslərdə iştirak edir. Bəzi vaxtlar ayın müəyyən günlər, şənbə yeməklərinin təşəbbüskarıdır. Səhər yeməkləri bizi bir araya gətirir. Müəllimlər bir-birimizi daha yaxından tanıyırıq, fikir mübadiləsi aparırıq və səfər təşəbbüsü olan adətən Bakıdan həmişə yaxına gedir. Xızıya gedir, Şamaxıya gedir, uzağa çıxmağa kirdarı çatmır insanlar. Görürəm, iş adamlarının bir gün fasilə olur, bir gün dincəlmək. Mən dedim ki, mən sizə təklif edirəm, gəlin başlayaq Yevlaxdan, Mingəçevirdə də davam edək. Çox gözəl. Aynur xanım da sağ olsun, bu boyda... Təşəkkür edirik Aynur xanıma, sizə. Çox sağ olun, var olun, əziyyətimizi çəkirsiniz. Mahnımızı yazdırmalıyıq. Uğurlu olsun, xeyirli olsun. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan.